Hazırlaşmışıq, gedirik aylıq bazarlığa. Uşaqların həm burun spreyini, həm də boğaz dərmanını götürürəm. Bir də termosda isti çay götürürəm ki, içsinlər yolda. Belə, getdik. Birinci getdiyimiz ünvan Olivia. Gedək, görək nə alırıq. Ayaz gel. Gelmişti bura. Burada belə hədiyəlik dəstələr də var. 14 fevral. Bunlar hiç geçmek değil. Neyse böyle. Ya 11 fevrala denk geçerdi. Mağazamışta ise 30 faize ve 50 üzerinden yararlar. Mağazasından Aliyah.com saytından ele 50 siparişi. Soda da götürmeliyim. Yardıma düştü. Trendlerden böylece kilogramı 42 patatesle 19 manat top. Sen de kendine ay sen de yok bir de. Ne yiyorsun sen? Hə. Şöyle uzun. Onları bak aldım. Var böyle az saxlatmaq lazımdır. Adını açalım da. Gözler var indi. Hə. Qablar indirimdədir, bunlar zeytun qabları. Sunumluq. Belə qab. Amma bu qablar elə biləm ki, çərtdir. Belə. Qablar da var. Maraqlı qablardır. Bu sunumluq. Belə qazanlar da var. 11 manat. Ara süpermarketində. Uşaqlar öldürdülər bizi. Uşaqla alışverişə gedən, nə bilim. İlk öncə Olivia'dan nə aldım, onu göstərəcəm. Qeyd edim ki, məhsulların çoxunu endirimlə əldə eləmişəm
və doğrudan da çox gözəl endirimlər var idi. Üzüm üçün belə bir nəmləndirici aldım, amma çox da bəyənmədim, nə yalan deyim. Axır vaxtlar uşaqların saçını dalindən yuyuram. Həm gözləri qəti yandırmır, həm də saçları o qədər yumşaq edir ki, rahat daramağa kömək olur. Üzdəki qara nöqtələrə görə isə oradakı xanım glikolik asidi məsləhət gördü. Düzü bu məhsul haqqında çox eşitmişdim. Dedim qoy alım, yoxluyum. Belə bir saç boyası da götürdüm. Bu boyanı heç vaxt işlətməmişəm. Ancaq ki mənim istədiyim ton, işlətdiyim ton ancaq bu markadaydı. Ona görə də götürdüm, yoxlayacağam görüm necədir. Özüm üçün belə bir fırça da götürdüm. Bəyəndim bunu, çox yaxşı idi. Gözaltı aydınlanması üçün isə belə bir serum götürdüm ki, C vitamini tərkiblidir. Dərinin rəngini açır və aydınladır. Sonda isə turşla belə bir gloss götürdüm ki, glossu çox bəyəndim və sevə-sevə də işlədirəm. Ancaq turşu heç bəyənmədim. Palçıq kimidir, yapışır. Elə kiprikdə də palçıq görüntüsünü verir, yapış-yapış edir. Heç bəyənmədim. Sonda isə uşaqlar özlərinə vanna köpüyü götürdülər. Düzü mən icazə verdim. Gördüm endirimdədir, münasib qiymətədir. Dedim götürün. Ancaq sən demə, endirim hamısına şamil olunmamış, seçilmiş ürünlər imiş endirimdə. Və sağ olsun uşaqların da seçdiyi endirimli ürünlər deyildi. Ona görə evdə gəlib çəkə baxdım, biraz məyus oldum. Sonra dedim heç nə olmaz, eybi yox. Bir də belə səhv eləməliyik. Aliviyadan aldıqlarım bu qədər. İndi isə keçək market alış-verişinə, bazarlığına. Bilirəm ki, mənim kimi siz də bazarlıq alış-veriş videolarını xoşlayırsınız, maraqla baxırsınız. Belə vloqların davamı üçün isə videonu bəyənib, yorum yazın və səhifəyə də abunə olmağı unutmayın. Hələlik.